أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. Xoş gördük əziz, dəyərli bacılarım və mömin qardaşlarım. Bugün cümədir, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğu kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özüm üçün və gələcək nəslim üçün əbədi haram bilək. Bugün danışdığım xütbə həssas olan mövzulardandır və bugün gündəmimizdə çox aktual olan məsələlərdən biridir. Övlad tərbiyəsinin əsas dəyər və əhəmiyyətindən danışacağım. Övlad tərbiyəsində eyni zamanda əxlaqi dəyərlərin əhəmiyyəti və onun qorunması. Görək, övladlarımıza necə tərbiyə verək ki, övladlarımız sabahın əsl mənada qəhrəmanları olsun, vətəninə, xalqına, millətinə, dövlətinə, dövlətçiliyinə xidmət edən övladlarımız olsun. Bunun bariz nümunəsi Quran-ı Kərimdir və mən hər zaman Qurana istinad edirəm. Çünki bütün fikirlər hamısı Quran-ı Kərimdə ihtiva olunub və bunu mən xütbələrimin birində də qeyd etmişdim. Ət-Təhrim surəsinin 6-cı ayəsində Allah Teala möminlərə xitab eləyir. Ya eyyuhəl-ləzīnə əmənu, ey möminlər, ey inanclılar, iman gətirənlər. Qu ənfusukum və əhlikum nara, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Bunu Quran-ı Kərim bizə xəbər verir və bunun da təfsirin və izahın sizlərlə birgə izah edəcəyik inşallah, birgə. İlk öncə mən qeyd edeyim ki, övladlarımız bizlərə Allahın əmanətidir. Allah o övladları bizə əmanət olaraq verir. Və o ki qaldı Ət-Təhrim surəsinin 6-cı ayəsində bu ayə göstərir ki, valideynin vəzifəsi təkcə övladın yeməyində, geyimində deyil, onun yeməyinin və geyiminin təminatı olmamalıdır. Yəni, valideynlər zaten övlad dünyaya gələndə çaba göstərirlər ki, onların yeməyi və geyimləri olsun. Qonşudan dala qalmasın, dostlardan dala qalmasın, bu bir vəzifədir, bu bir görəvdir. Amma tək bu ilə təmin etməklə deyil, yəni onun geyimi və yeməyi ilə təmin etmək demək deyil. Onların ilk öncə, yeməkdən öncə, geyimindən öncə imanını, əxlaqını və mənəviyyatını qorumalıdır. Övladlarımıza ilk öncə bunu təbliğ eləməliyik və anlatmalıyıq. Bugün bir çox valideynlər övladlarına ev, maşın, təhsil verməyə çalışır. Yenə də qeyd edirəm, hər bir atanın borcudur, imkan dairəsində övladına ev şəraitin qursun, maşın ala bilirsə, maşın ala bilsin, təhsil verə bilirsə, təhsil də versin. Bu, inkar olunmazdır. Amma namazı da, Quranı da, halal haramı da, təvazökarlığı da, səbri də və gözəl davranışları da övladlarına öyrətməlidir. Allah Teala Quran-ı Kərimdə Loqman surəsinin 13-cü ayəsindən
19-cu ayəsinə qədər, indi bizim burada vaxtımız məhduddur, mən bunu təhlil eləyə bilmirəm, çox izah eləyə bilmirəm. Sadəcə mən ayələri sizə deyirəm ki, Loğman surəsinin 13 və 19-cu ayələrində Allah Teala valideynlərin övlada etdiyi nəvaziş, hörmət, qayda, qanunun izahıdır. Allah Teala Quran-ı Kərimdə ya bunəyyə, Loğmanın dilindən buyurur, oğlum, la tuşrik billah, Allaha heç vaxt şərik qərar vermə. Harda olursuzsa olun, özünüz, özümüz, övladlarımız çətinliyə və dara düşdüyü zaman bəzən inkarçı olur. Allah mənə dünən yaxşı verdi, bugün vermədi. Bu özü müşriklikdir, inkarçılıq, şirkdir. Allah Teala'ya heç vaxtı şərik qərar vermin. İnnə şirkə lə zulmun azim. Həqiqətən Allaha şərik qərar vermək ən böyük zalimlıqdır, ən böyük zülümdür. Bu Quran-ı Kərimin təqdim etdiyi ailə tərbiyəsinin metodologiyasıdır, metodudur. Yəni Allah bizə Quranla ailəmizin tərbiyə olunmasını belə buyurur. Və Loğman surəsinin 17-ci ayəsində buyurur ki, ya bunəyyə, yenə də Loğmanın dilindən deyir, oğlum, əqimis salat, namaz qıl. Namaz qıl. Və əmr bil ma'ruf. Allahın insanların üzərinə düşdüyü vəzifələri insanlara çatdır. Əmr olunmuş şeylərə, insanlara təşviq elə, insanlara aydınlaşdır. Vənhə anil münkər. Allahın qadağan etdiyi şeylərdən özünü də, uşaqlarını da çəkindir. Vəsbir alə ma asabək. Hər bir müsibətlər, çətinliklər qarşısına çıxdığı zaman səbr edin. Maddi də ola bilər, mənəvi də ola bilər. İnsanda bir degradasiya deyirlər də, insanın həyatında bir tənəzzülü var. İnsanın həyatında bir tərəqqisi var, inkişafı var. Ümumiyyətlə monotonluq yoxdur. İndi biraz bəlkə də elmi dillə danışdım, nəsə. Bu nə deməkdir? Yəni, bərabər səviyyə heç vaxtı mümkün deyil. Bir insan yaşadığı dövrdə, ömrün əvvəlindən sonuna qədər eyni vəziyyətdə ampulada qalsın. İnsan düşür də, qalxır da, yıxılır da, xəstələnir də. Bu belə bir şeydir. Niyə görə birinci Loğman oğluna deyir ki, namaz qıl? Niyə deyir namaz qıl? Bax, bu ayə məqsəd nədir? Övladlarımıza və oğluna Allahın əmri ilə Loğman surəsində namaz qıl deyir. Namaz övladlarımızın ruhunu qoruyan bir qaladır. Övladlarımızın ruhunu qoruyan bir qaladır. İmam Əli əleyhissalamın gözəl bir sözü var. Övladlarınıza yaxşı ad qoyun, onlara yaxşı tərbiyə verin və onlara ədəb öyrədin və zamanənin övladları kimi yetişdirin. Yəni, bugün dünya hansı tələbləri, hansı süni intellekt dünyasıdır da, nə qədər inkişaf edirsə, övladlarınızı geri zəkalı edə bilmərsiniz. Müasir dil nədirsə onu öyrədin, elm nədirsə öyrədin. Bugün müasir dünya tələbi nədirsə, o çapda övladlarınızı gərək hazırlayasınız və biz də hazırlayaq ümumilikdə. Niyə görə mən bugün övladlarımızın əxlaqından, mənəviyyatından söz açdım? Niyə əxlaq dəyər hesab olunur? Niyə əxlaqi dəyərlər vacibdir? Belə bir sual meydana çıxır, cavabı da bəllidir. Çünki elm əxlaqsız insanın əlində təhlükə mənbəyinə çevrilir. Əgər bir insan elmi varsa, yəni bıçağı mən nəzərdə tutsam, bir cinayətkarın əlinə o bıçağı versən, adam öldürəcək. Bir uzmanın, bir cərrahın əlinə o bıçağı versən, o bir insanı xilas eləyəcək. Yəni kəsici də insan da öldürə bilərsən, insanı xilas edə bilərsən anlayışı da var. Əxlaq olmayan yerdə hörmət yoxdur. Bunu bilin. Əxlaq olmayan yerdə hörmət olmaz. Hörmət olmayan yerdə ailə bağları qırılır, ailə dağılır. Vicdan olmayan yerdə isə cəmiyyət pozulur. Bunu mən bir daha təkrar etmək istəyirəm. Bunu bir lozing kimi yadda saxlaya və eyni zamanda da YouTube kanalımız oturur. Hər kəs istəsə istifadə eləyə bilər. Təkrar edirəm. Əxlaq olmayan yerdə hörmət olmaz. Hörmət olmayan yerdə ailə dağlar,
vicdan olmayan yerdə cəmiyyət pozular. Valideynlərimiz də, yəni biz valideyn olaraq nümunə olmalıyıq. Uşaq hədislərdə qeyd olunur ki, qulağından çox gözlə öyrənir. Qulağından çox gözlə öyrənir. Əgər ata yalan danışırsa, o uşaq da dərhal yalan danışacaq. Ana əgər qeybət edirsə, qeybətçildirsə, övlad da mütləq qeybətə alışacaq. Bu belədir. İnsan övladına yüksək təhsil də verə bilər, oxutdura bilər. Getsin, Harvard Universitetində oxusun, Cambridge'də oxusun, mən nə bilim, dünyanın ən məşhur universitetlərində oxuya bilər. Bu mümkündür. Amma doğruluq, mərhəmət, Allah qorxusu verməzsə, tərbiyə yarımçılıq qalacaq. Bu paralel olmalıdır. Elm və iman. Təsəvvür edin, bir quşun qanadı var, bir qanadlıdır. İstənilən məsafəyə gedib çata bilməyəcək. Amma quşun iki qanadı varsa, iki yerə, daha doğrusu istədiyi bir yeri əhatə eləyəcək, fəth eləyəcək. İnsan da belədir. Əgər mənim elmim varsa, mənim imanım varsa, o zaman dünya əmin-amallıq içində olacaq. Dünyada gedən müharibələr, dünyada gedən proseslərin kökündə nə dayanır? Vəhşiliyin kökündə nə dayanır? Allahsızlıq. Yəni, mən əgər iman sahibi olsam, bilsəm ki, mən imanın daşıyıcısam, uşaq öldürməyəcəm. Uşaq qatil olmayacam. Öz saadətimdən ötəri başqasını bədbəxt etməyəcəm. İman varsa bunlardan uzaq olacaqsan. Cinayətdən uzaq olacaqsan. Elm varsa, iman varsa, bəşəriyyətə nur saçacaqsan. Ona görə övladlarımıza Allah qorxusu, Allah sevgisi. Bəzən deyirlər, mən Allahdan niyə qorxmalıyam? Bu son vaxtlar bir dəb olmuşdu, bu dayanıb deyəsən. Mən sosial mediaya baxırdım. İndi bir nəfər üçün teoloq deyil, bəlkə də politoloqdur, bilmirəm nədir. Allah adından elə şeylər təqdim edir. İndi də bəzən mən sosial medialarda görürəm. Sanki insanları öyrəşdirir, yəni belə olmalıdır. Sən din xadimi ola bilmərsənsə, sənin ixtiyarın yoxdur. Sən dindən, ixtiyarın var, bunu düz mənada başa düşün. Yəni, həkim də dindən danışa bilər. Mühəndis də, riyaziyyatçı da danışa bilər. Amma sənin profilin deyil, bu sənin iş sahən deyil. Dindar, din xadimi daha doğrusu, bu elmin çalarlarını öyrənir, təfsirləri öyrənir. Məsələn, mən həkim tibbi yaxşı bilə bilmərəm, çünki mənim işim ilahiyyatdır. Mən həkimlik sahəsini bilmək üçün, o terminləri bilmək üçün gərək illərlə mən o üçün çaba göstərim. Riyaziyyat da belədir, digər fənlər də belədir. Amma bəzi insanlar, Allahdan niyə qorxmaq lazımdır? İnsanları öyrədir ki, Allahdan qorxma. Allahdan qorxmursan, sən nə istəyirsən elə? Yox, belə deyil. Onda əgər Allahdan niyə qorxuruq sözü deyiriksə, onda Allah Quranda niyə deyir ki, xafuni, məndən qorxun? Onda əstəğfirullah, Quran düz demir. Quran-ı Kərim buyurur ki, xafuni in kuntum muminin. İmanınız varsa məndən qorxacaqsınız. İman yoxdursa qorxmayacaq. Düzdür, o qorxunun içində bir sevgi var. Elə deyil. O qorxunun içində bir məhəbbət var. Biz atamızı sevirik. Anamızı sevirik. Bəzən də qorxuruq. Bax, sual verə bilərsiniz. Sevgi hara, qorxu hara? Ona görə biz atamızdan, anamızdan, böyümüzdən qorxuruq ki, itirmək qorxumuz var. İtirmək qorxumuz var. İmam Sadiq Aleyhisselam buyurur ki, insanları dilləri ilə deyil, əməlləriniz ilə Allaha dəvət edin. Mən dilimdə o qədər zikr eləyərəm, əməlimə baxanda insanlar qaçar məndən. Dillərinizlə deyil, əməllərinizlə insanları Allah yoluna gətirin. Valideyn, övlad münasibətləri. Valideyn ilk övladın müəllimidir. Peyğəmbər Aleyhisselam övladlar barəsində yazdığı zaman, hədislərdə qeyd olunduğu zaman deyir ki, Peyğəmbər uşaqları çox sevərdi. Çox sevərdi. Harada uşaq görəndə sevərdi. Hətta mən
kitabların birində oxudum, yadıma qeyd eləməmişəm bunu, yadıma gəldi. Deyir ki, Peyğəmbər bir yetimxanadan uşaq götürdü, gətirdi yanına. Dedi ki, bugün o uşağı mən saxlayacağım, mən böyüdəcəm, mən yetişdirəcəm. Nəhayət el oldu, zaman keçdi, o uşaq dünyasını dəyişdi. Gəldilər Peyğəmbərin vəziyyətini görəndə sanki elə bildilər, öz doğma övladına bu qədər belə ağlayarsan, məhəbbətinin Peyğəmbər belə ağlayır. Ya Rasulallah, niyə ağlayırsan? Axı siz bizə demişsiniz ki, bu qədər məhzun olmun, hüzünlü olmun, qəm. Peyğəmbər buyurdu, yox, məni ağladan başqa şeydir. Nədir? Dedim, mən ikinci belə uşaq tapa bilməyəcəm. Niyə? Dedi, o qədər şuluq uşağı idi, incidirdi məni. Hər incidəndə Allah mənə mükafat verirdi. Hər incidəndə mənə mükafat verirdi Allah. Cəbrail mənə o sovqatı göndərirdi. İndi mən belə bir şuluq, şıltaq uşaq mən hardan tapacağam? Baxın, o qədər sevirdi. Hətta bir nəfər gəldi, dedi, ya Rasulallah, mən heç vaxt uşağımı qucağıma almamışam. Mən heç vaxt övladımı sevməmişəm, dedi. Allah Rəsulü belə buyurdu. Mərhəmət etməyənə mərhəmət olunmaz. Rəhm et ki, sənə də rəhm olunsun. Necə yəni sən uşağı qucağına götürmürsən? Rəhm et ki, rəhm olmasan. Uşağın qəlbin sevgi ilə bəzən elə sevindirərsən ki, dünyada ən bahalı bir şey versən də onun gözündə heç olmaz. Bəzən elə bir dənə bahalı bir dənə 100 minlik maşın alıb verərsən, amma uşaq o sevgidən məhrumdur. Sən sevgini ver. Sevgini ver ki, o sevgi hər şeyi yaradacaq. Bəzən bir mehriban söz, bir səmimi söz uzun nəsihətdən daha da faydalı olur, daha da təsirli olur. Ona görə yekun eləmək istəyirəm. Bilirsiniz ki, hansı dönəmi yaşayırıq? Kərbəla hadisələrindən, Aşuradan artıq bir neçə gündür keçib və biz Kərbəlanı bu gün də xatırlayırıq. Çünki Kərbəlada İmam Hüseyin əleyhissalamın yetişdirdiyi cavanlar şəhadət şərbətini içdi. Əli Əkbər, Cənab-ı Qasım, bax belə, Əbəlfəz ağa. Bugün 44 gün vətən müharibəsində canlarını, qanlarını, gəncliyini, igidliyini, suverenliyimizdən ötəri, Azərbaycanımızın refah və əmniyyət yaşamağımızdan ötəri şəhadət şərbəti içdilər. Həmən o gənclər sizin və bizim balalarımız idi. Və biz onları tərbiyə vermişdik. Əxlaqla, imanla, cəsarətlə. İmanı olmayan vətən sevgisi olmayacaq. Gedəcək vətən üçün vuruşmayacaq. İmanlı gedib vətən üçün vuruşacaq. Namus yolunda qan tökəcək. Və bugün bizim Qarabağımızda həmd olsun aləmlərin Rəbbinə bugün açıq bir səma, açıq bir dua, qurbanların kəsilməsi, namazların qılınması, azanların minarələrdən səsinin ucaldılması məhz biz bax bu gənclərimizə borcluyuq ki, bu günləri bizim içimizdə qazilər var, şəhid valideynləri və doğmaları var. Yəni bugün biz Kərbəlanın timsalında yaxşı övlad yetişdirməyin bəhrəsini gördük. Ona görə mən sonda bir qeyd eləmişəm burada, özüm üçün o qeydi mən sizə son olaraq oxumaq istəyirəm. Əziz valideynlər, analar, bacılar, doğmalar, övladlarımıza miras olaraq ev qoysanız bir gün köhnələcək. Pul qoysanız bir gün xərclənəcək. Amma iman qoysanız həm dünyasını, həm axirətini xilas edəcək. Bugün uşaqlarımızın otaqlarını bəziyirik. Mənim övladım qoy otağında ən bahalı bir dənə mebel olsun, çarpayısı yaxşı olsun. Amma qəlblərin bəzəməyi unutmuşuq. Onların qəlblərini bəzəmirik iman nuru ilə. Telefonların şifrəsini öyrənirik. Görək bizim uşaqlarımız kimlə yazışır. Amma onun dərdini dinləməyə vaxt tapa bilmirik. Çox təəssüflər olsun. Bura qədər və mən sizlərlə bunu bölüşdüm və paylaşdım. Allah'ın verən Muhammed Ali Muhammedin xatirinə ilahi övladlarımızı namaz əhli, Quran əhli, əxlaq nəsib elə ya Rabbim. Onları dövrün fitnələrindən qoru ya Rabbim. Qəlblərini əhl-i beyt məhəbbəti ilə doldur ya Rabbim.
Valideynlərinə, övladlarını düzgün tərbiyə etməkdə yardımcı ol, ya Rabbim. Şəhidlərimizin ruhlarını şad et, ya Rabbim. Aqibətimizi xeyr elə, ya Rabbim. İlahi, sənə and verirəm cəlalının xatirinə, qüdrətimin xatirinə bura toplaşan əziz analar, bacılar, qızlarımız, qardaşlarımız, əmilər, cavanlar, qonaqlar, İlahi, bu evdən bu qardaşlarımızı, bacılarımızı əlboş yola salma. Çətinliklərimizi asan elə, ya Rabbim. Elə dərdlər var, bəzən dərdimizi biz atamıza da deyə bilmirik, anamıza da deyə bilmirik, həyat yoldaşımıza da deyə bilmirik, övladlarımıza da deyə bilmirik. Qəlblərdən sən vaqifsən, ya Rabbim. Qəlblərimizi rahatçılıqla bu dünyadan başa vurmaq və bu dünyanın sonluğunun yaşanmasına qədər bizim qəlbimizi rahat, firavan və əmniyyət elə, ya Rabbim. Bir Heydər və həyat yoldaşı belə yazıblar. Adını mən tam oxuya bilmədim, nədir? Arifə xanım, xəstədir. Dua istəyirlər bizdən. Allah'ın verirəm Peyğəmbər onun ailəsinə xatir. Çünki Allah Teala Quranda buyurur ki, Mən zəlləzi yeşfa'u indahu illə biidnih. Mənim iznim olmadır, heç kimə şəfa verə bilməz. Həkimlər vasitədirlər. Dərd səndən, dərman da səndəndir. Dərdlərimizə dərman, eyni zamanda dua istəyən əzizlərimizə acil şəfalar ver, ya Rabbim. Heç bir atanı övladın yanında utandırma, ya Rabbim. Valideynlərimizi, uşaqlarımızı dostların yanında utandırma, ya Rabbim. Qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanalar olanlara acil şəfalar ver. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yalid və lam yulad və lam yekul lahu kufuwan ahad. Ölənlərimizin ruhlarına, şəhidlərimizin ruhlarını salavatla yad eləyək.